Hər kəsə salam olsun. Növbəti maşınımız Hyundai Accent 2013 model 1.6 qida mühərrik. Avtomobil bizim yanımıza evakuator vasitəsilə yaxınlaşdı. Problem nə idi? Farsonkaları yuduzdurmuşdu. Yəni ustadan çıxdıqdan sonra nəsə baş vermişdi. Nə baş vermişdi? Farsonkaların saniki buraxırdı. Bildiyiniz kimi bunlarda qida mühərrik olduğuna görə təzyiq çox yüksək olur. Ona görə də bir sıra problemlər yaranmışdı, yaxınlaşdı yanımıza. Məsələ nədən ibarətdir? Gördüyünüz kimi bu farsonkalarda, yəni sanik sistemi əgər dəyişilirsə, yəni bütün ustalardan, müştərilərdən xahiş edirəm ki, orijinal saniklərdən istifadə etsinlər. Təxminən bunun da qiyməti 35 manatdır. Yəni belə komplekt şəkildə gəlir, 4 dənə farsonka. Amma indi ustadır, nəsə demək də düz çıxmır, həmkar yoldaşımızdır. Bu saniklərdən istifadə edir. Yəni bazarda satılan 1-2 manatlıq saniklərdir. Onun da nəticəsi olaraq farsonkalarda 2 dənə farsonka demək olar ki, buraxırdı. Yəni bildiyiniz kimi vurğulayıram. Qida farsonkadır, yüksək təzyiqli farsonkadır. Adi məsələn kollektorun üzərində dağılanda, dinamonun üzərində dağılanda, startın üzərində dağılanda, yəni Allah uzaq problemləri yığılıb çıxma olmaz. Və bundan əlavə də farsonkanın aşağısında olan balaca bu saniki yanlış qoymuşdu, tərsə qoymuşdu və orada da hava boşluğu yaranırdı. O da digər problemləri yarıb çıxardırdı. Bizim yanımıza yaxınlaşdırdı. İnşallah biz ona komplekt saniklərdən almışıq. Gördüyünüz kimi 4 ədəd farsonkaya yerləşdiriləcək, stent olunacaq. Ondan sonra avtomobilin üzərində quraşdırılıb, test edildikdən sonra müştəriyə təhvil ediləcək. Sizdən də xahişim ondan ibarətdir ki, zəhmət olmasa farsonka rezinləri əgər dəyişilməyi məsləhətlidirsə, yəni vacibdirsə, dəyişilməlidirsə, zəhmət olmasa rem komplekt və orijinal saniklərdən istifadə edilir. Bu saniklər yüksək təzyiqli farsonkalara dözmür. Müəyyən temperaturdan sonra sızıntılar əmələ gəlir, boşluqlar əmələ gəlir, avtomobildə qırboyluq yaranır, nasaz işlər. Ona görə zəhmət olmasa bu komplekt farsonka rezinlərindən istifadə edə bilərsiniz. Hyundai Accent 1.6 qida mühərrik. Gördüyünüz kimi farsonkalar stentdədir. Stentdə də müəyyən olunduğu kimi 2 farsonka tam qaydasında ideal vəziyyətdə işləyir. Bu farsonkada nasazlıq var. Gördüyünüz kimi pasiyanı yəni vurur. İndi inşallah stent vasitəsilə həll olunacaq. Yəni mütləq sürətdə əgər farsonkalar açılırsa, ultrazat vasitəsilə yolduqdan sonra stentlə yoxlanılmalıdır. Belə nasazlıqlar ortaya çıxır. Qida mühərrikdirsə, yəni mühərrikdə qidalar yaranmanın səbəbi də əsas odur. Qida farsonkalar standart vəziyyətə gətirildi. Gördüyünüz kimi bayaqları nasazlıq olan farsonka tam ideal vəziyyətdə püskürür. İnşallah avtomobilimizin üzərinə quraşdırıb sizə məlumat verəcəm. Hyundai Accent 2012 1.6 qida mühərrik. Farsonkaları yuyuldu, mühərrikin üzərine quraşdırılıb, gördüyünüz kimi işləyir. Benzin sızıntısı yoxdur. Bundan əlavə də parametrlərə baxılacaq. 1-ci, 2-ci, 3-cü və 4-cü parametrləri tam qaydasında ideal vəziyyətdə. Zəhmət olsa qaz verin. İdeal vəziyyətdə işləyir. İnşallah test konulu yoxlanıldı, müştəriyə təhvil veriləcək.